Xoş gördük əziz dinləyicilər. Artıq İran ətrafında hər gün biz yeni bir məlumata şahid oluruq. İranın vurulması an məsələsi kimi göstərilir, amma məhz dünənləri İsrailin Kanal 14 kanalının yaydığı verdiyi məlumata görə İrana qarşı misli görünməmiş hücumun başlaması tez bir zamanda artıq misli görünməmiş İrana qarşı hücum başlayacaq devizi altında bir məqalə yazıb. Bununla bərabər biz həm də Amerikanın Garcia adasını gücləndirdiyini, ora B2 bombardmançı təyyarələrinin gətirilməsini, bu B2 bombardmançı təyyarəsi MOB bombalarını, yəni 13 ton 600 kiloqram ağırlığında olan bombaların atılmasını həyata keçirdən yeganə unikal bombardmançı təyyarədir. Bu MOB bombaları 61 metr dərinliyidə olan bunkeri dağıtmağı, daha doğrusu dağın, yəni 61 metr dağın altında olan bunkerlərin vurulması üçün nəzərdə tutulur. Həm də bu bombalar, yəni MOB bombaları 19 metr qalınlıqda olan betonların dəlməsini həyata keçirdən bombalardır. Aydındır ki, Garcia adasına yığılan bu bombalar Husilər üçün nəzərdə tutulmayıb. Aydındır ki, İrana qarşı ediləcək hücumun artıq demək ki, tam hazırlıq və bitmə anlarının biz şahidi oluruq. Yəni istənilən vaxtda, istənilən saatda Amerikanın İrana hücumu baş tuta bilər. Təşəkkür edirəm.